İlk dəfə eşitsinlər müəllifin öz dilindən. Geyimimiz, hüququmuz biridir. Şagirdir hamımızın adı da. Elə bil ki, boyumuz da eynidir, aman Allah. Nə xoşbəxtlik biz onda. Bir müəllim töhməti idi dərdimiz. Bu töhmətdən için yanardıq. Hələ onda bilmirdik ki, bunu biz bir gün necə həsrətlə anarıq. Bu dünyada eyni rəngdə bizim üçün təkcə yazı lövhəsi idi elə bil. Al əlvandır ötən günlər, saatlar. Yamyaşıldır ömrümüzə gələn il. Yazılanı bir silgi ilə pozmaq da bizim üçün nə asandır, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ tale yazan, pozulmayan yazıdan. Hərdən dərsə gecikəndə bilməzdik, gecikməyin əzabları necədir? Hansı dərsi danışsaydıq o saat, bilərdik ki, qiymətimiz neçədir. Bu dünyanın bütün varı dövləti bizim üçün bir çantaya sığırdı. Eyni yolu qət etsək də hər səhər, bu yollardan sanki sevinç yağırdı. Bir məktəbin binasıydı yuvamız. Neçə evdən bir ünvana gəlirdik. Bu binanı ən möhtəşəm, ən gözəl saraylardan doğma üstün bilirdik. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Hələ onda kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Hələ dünya bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıldı, özümüzü nə bəxtəvər sanırdıq. Geyimimiz, hüququmuz biridir. Şagirdir hamımızın adı da. Elə bil ki, boyumuz da eynidir. Aman Allah, nə xoşbəxtlik biz onda. Məktəb illəri, ömrümün ən şirin, ən ülvi, ən əziz günləri. Hər anı bir ömrə bərabər, qayğısız, ən təmiz günlərim.